Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Belə ki, bugün işğaldan azad edilmiş 2 kəndə növbəti köç karvanı yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə, 141 nəfər köçürülüb. Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə 21 ailə, 83 nəfər köçürülüb. İran bölgənin məsələlərinin ancaq region ölkələrinin iştirakı ilə həll oluna biləcəyinə inanır. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı Russia Today-a müsahibəsində deyib. Tehranın Cənubi Qafqazdakı siyasəti koordinasiya olunub. Biz bir-birimizlə daim məsləhətləşirik. Keçmişdə bölgə ölkələrinin iştirakı ilə birgə iclaslar keçirilib və bu yaxınlarda biz 3+3 formatını başlatdıq ki, bu da 3 ölkə Azərbaycan, Gürcüstan, Ermənistan, üstəlik İran, Türkiyə və Rusiya arasında həyata keçirilir deyə siyasətçi vurğulayıb. Onun sözlərinə görə xarici qüvvələrin mövcudluğu bu bölgədə təhlükəsizliyə kömək etməyəcək, əksinə zərərli olacaq. Bakı ilə İrəvan arasında sülh müqaviləsini dəstəkləyirik və inanırıq ki, sənədin imzalanması ilə region yeni mərhələyə qədəm qoyacaq və iqtisadi, siyasi, kommunikasiya əməkdaşlığı daha uğurlu forma alacaq deyə Əraqçı bildirib. Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizlik Xidmətində aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiqoğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiqoğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışdığı müəyyən edilib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq aprelin 15-də ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib. Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. APA xəbər verir ki, bu barədə Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər. Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq deyə o vurğulayıb. Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Nizami rayon polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan Chevrolet markalı 90YL 782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb. Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Kamran Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o 15 gün inzibati qaydada həbs edilib. Ümid edirəm ki, bu həftə Rusiya və Ukrayna razılığa gələcək və bundan sonra hər iki ölkə çiçəklənən Amerika Birləşmiş Ştatları ilə böyük iş görməyə və sərvət qazanmağa başlayacaq. Missiya xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump özünün Truth Social şəbəkə hesabında yazıb. Ağ Ev rəhbəri hansı sövdələşməyə ümid etdiyini dəqiqləşdirməyib. Xatırladaq ki, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə aprelin 21-də gecə yarısına qədər atəşkəs elan edib. Kreml rəhbəri həmçinin Ukrayna hakimiyyətini onlardan nümunə götürməyə və döyüşləri dayandırmağa çağırıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.